Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bugün 3 iyul 2026-cı ildə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi müəllimlərin sertifikasiya imtahanı üçün çərçivə sənədi artıq tərbiyəçilərə təqdim edildi. Gəlin həmin çərçivə sənədi ilə tanış olaq. Əvvəlcə hər bir tərbiyəçiyə uğurlar arzu edirik. Allah zehni açıqlığı versin, Allah güc qüvvət versin inşallah. Bu, belə deyək, mərhələlərdən də istədiyiniz kimi qarşınızda qoyduğunuz məqsədə çatmaq arzulayıram, çatmağa hər birinizi arzu edirəm. Gəlin çərçivə sənədi ilə tanış olaq müəllimələr, qiymətləndirmə çərçivəsidir və mündəricat hissəsi deməli giriş, sertifikatlaşdırma çərçivə sənədinin hüquqi bazası, yəni mövzuları, test imtahan mərhələsi, ədəbiyyat siyahısı və qiymətləndirmə cədvəli bura daxildir. Giriş hissəsində artıq biz bilirik ki, yəni özlü inkişafdır, bundan başqa pedaqoji etikadır, keyfiyyətlərin, dəyərlərin nəzərə alınmasıdır, bundan bəhs edilib. Daha sonra isə deməli burada məzmun və metodika hissəsinə baxırıq ki, yəni məzmun və metodika hissəsində nələrdən bəhs edilir? Bircə dəqiqə müəllimələr. Deməli, məzmun və metodika hissəsi erkən uşaqlıq dövründə, yəni bircə dəqiqə. Erkən uşaqlıq dövrü və məktəbəqədər təhsil üzrə dövrün tələbinə uyğun pedaqoji və psixoloji elmi biliklər və metodiki bacarıqlara malik olması, yəni bu haqda bəhs ediləcək. Təlimin təşkilində müəllim yönümlü və uşaq yönümlü yanaşmaların fərqləndirə bilməsi, uşaq yönümlü yanaşmaya üstünlük verilməsi, təbii ki, bunu hər zaman qeyd edirik ki, mütləq şəkildə uşaq yönümlüyə üstünlük verilməlidir, nəinki müəllim yönümlüyə. Təlim prosesinin idarə edilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması, bunlara diqqət nəzərdə saxlanılır. Təhlükəsizlik anlayışıdır. Burada aid olan müxtəlif terminlər var. Gigiyenadır, ilkin yardımdır, zəlzələ, yanğın, terror, yəni təhlükəsizlik tədbirlərinin görülməsi tərbiyəçi üçün yəni ən önəmli belə deyək ki, iş fəaliyyətlərdən biridir. Eyni zamanda qabaqlayıcı müxtəlif, yəni müdafiə tədbirlərinin görülməsidir. Məlumat təhlükəsizliyidir, konfidensiallığın təmin edilməsidir. Bunlar yəni tərbiyəçinin fəaliyyət göstərəcəyi əsas nüanslardır. Bir də diqqət ediləcək pedaqoji etika və əməkdaşlıq hissəsinə pedaqoji kollektivlə qarşılıqlı əlaqə, istər valideynlərlə əməkdaşlıq olsun, istər etik davranış qaydalarına riayət olunmasıdır, istər öz hüquqlarını tanımasıdır, qanuni yollarla müdafiə etməsidir. Bir də özünü inkişaf hissəsinə diqqət edək. Metodik işin təşkili, özünü təhlil, tədqiqatçılıq, özünü təhsil, özünü idarə, özünü bərpa, eyni zamanda bacarıqların əhəmiyyətinin fərqində olması və onların tətbiq edilməsi. Gəlin keçək əsas nüansa. Biz əsas nüans deyəndə söhbət nədən gedəcək? Təbii ki, çərçivə sənədindəki mövzulardan gedəcək söhbət. Artıq imtahanın keçirilməsi haqqında hər biriniz məlumatlısınız. Tərbiyəçilərə 60 sual təqdim olunacaq və burada da qeyd edildiyi kimi test imtahanı mərhələsinin sualları təhsil verənlərin tutduğu vəzifə üzrə əmək funksiyası və peşəsinə uyğun olmaqla tərtib edilir. Test imtahan mərhələsində təhsil verənlərə məktəbəqədər təhsilin məzmunu, metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim edilir. Və belə müəllimələr bundan əvvəlki biz artıq yeni bir deyək ki, termin və yaxud da yeni bir tələb deyil ki, biz çərçivə sənədi bizim qarşımızdadır və biz çərçivə sənədinə nəzər salırıq. Yəni biz belə çərçivə sənədlərinə demək olar ki, 3-4 belə çərçivə sənədi ilə tanış olmuşuq artıq. İstər tərbiyəçi müəllimlərin MİQ imtahanında, istərsə də diaqnostik qiymətləndirmədə, istər müdirlərin diaqnostik qiymətləndirilməsi və s. Yəni dediyim budur ki, müəllimələr, fərqli, qeyri-adi, mövzunun adını oxuyum çərçivə sənədindən mənə bu mövzu tanış deyil deyəcəyimiz bir mövzular yoxdur. Yəni əlavələr yoxdur. Bəlkə ixtisarlar var, amma yenə də ixtisarlara da nəzər salmaq çox vacib nüanslardandır. Gəlin ümumilikdə mövzularla tanış olaq. Birinci hissədə verilib məzmun və metodika. Mövzular hansılardır? Məktəbəqədər təhsilin inkişaf sahələri. Biz bilirik ki, bizim 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf sahəsi. Hər birinin bacarıqları ilə artıq tanışıq. Estetik və yaradıcı inkişaf sahəsi ixtisar olunmaqla, istisna olunmaqla, yəni digər inkişaf sahələrimizin hər birinin 3-3 bacarığı var.
Estetik və yaradıcı inkişaf sahəmizin isə 2 bacarığı var. Onun standartları hansılardır bizdən bu soruşulacaq ki, hər birinin özünə məxsus bacarıqları var. Eyni zamanda məzmun standartı nədir? Məzmun xətti nədir? Əsas standart, alt standartın funksiyaları, əsas standartın özəllikləri, məzmun xəttinin özəllikləri ki, biz bunların artıq hər biri ilə tanışıq. Gəlin psixoloji pedaqoji nəzəri hissəsinə nəzər salaq. Piaget nəzəriyyəsi artıq hər birimiz üçün kognitiv inkişaf nəzəriyyəsi tanış olan bir nəzəriyyədir. Eyni zamanda Vygotsky, eyni zamanda Gardner nəzəriyyələri artıq bizim üçün tanış olan, yəni bizim eşitdiyimiz, bildiyimiz nəzəriyyələrdəndir. Uşaq şəxsiyyətinin formalaşması, tələbatlar mövzusu keçdiyimiz, bildiyimiz mövzulardandır. 3 tələbat var: ünsiyyət, emosional, iradi. Qısa şəkildə desək, ünsiyyət söhbətli inkişaf sahələrimizdən sosial-emosional inkişaf sahəsinə aiddir. Emosional tələbat dedikdə uşağa psixoloji yanaşmadır. İdrak tələbatı isə idraki inkişaf sahəsinə aiddir. Montessori və Waldorf, Emiliya yanaşmaları artıq hər üçü haqqında məlumatlıyıq. İstər Montessori, istər Waldorf, istər Emiliya yanaşmaları. Onlar haqqında keçmişik, öyrənmişik və bilirik ki, yəni burada söhbət nədən gedir. Bu üç yanaşmanın verilməsi bizim üçün yenilik deyil, artıq bizim bildiyimiz mövzulardandır. Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri. Təbii ki, yaş xüsusiyyətləri hər yaş üçün, hər yaş qrupunda uşaqlarda bacarıqların formalaşdırılması. Burada yaş xüsusiyyətləri deyəndə, baxın, nəzər salacağıq nələrə? Hər bir məşğələ artıq adları ilə qeyd edilib. Bütün məşğələlər, yəni adları ilə qeyd edilib. Həmin məşğələlərdə tək ayrıca keçdiyimiz yaş xüsusiyyətləri deyil, eyni zamanda həmin məşğələlərlə də əlaqələndirməyi bacarmalıyıq ki, hansı qrupda uşaq nəyi bacarır, nəyi bilir. Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətinə bunlara aiddir. Yəni, birinci kiçik qrupdan başlayıb, ikinci kiçik qrup, orta böyük və hazırlıq qruplarına kimi biz bilməliyik ki, uşaqlar yaşlarına uyğun şəkildə onlarda hansı bacarıqlar formalaşır. Keçdik metodika hissəsinə. Metodika hissəsində sensor bacarıqların inkişafı məşğələmizdir. Keçdiyimiz, bildiyimiz fiziki tərbiyə eyni zamanda, təsviri fəaliyyət eyni zamanda, ətraf aləmlə tanışlıq, nitq inkişafı keçmişik. Bədii təfəkkürün inkişafı, riyaziyyat, savad təlimi, bunların hər biri haqqında artıq biz məlumatlıyıq. Bu mövzuların heç biri bizim üçün yad deyil. Uşaqlarda özünə xidmət və əmək vərdişlərinin formalaşması, əməyin növü keçmişik. 4 növünün 4-ü haqqında da məlumatlıyıq. Oyunlar, olmazsa olmaz. Oyunsuz ümumiyyətcə uşağı təsəvvür etmək mümkün deyil. Növlər, xüsusiyyətlər, situasiyalarda tapılması. Uşaqların məktəb təliminə psixoloji hazırlığı keçdiyimiz bir mövzudur. Fiziki hazırlıq, emosional iradi hazırlıq, idrak proseslərinin inkişafı və nitq. Təlim və fəaliyyətlərin planlaşdırılması olmazsa olmaz mövzumuzu. Təbii ki, planlaşdırmanın növlərindən danışmışıq. Həftəlik və illik, yəni perspektiv və cari planlaşdırma. İdarə edilməsi keçmişik. Mexanizmləri, gözlənti, qayda, prosedur. Dəyərləndirmə keçmişik. Diaqnostik, formativ, yekun hesabat, eyni zamanda dəyərləndirmənin proqnozlaşdırılması, yəni həyata keçirilməsi, qiymətləndirmənin metodlarından bəhs edilir. Fəaliyyət mərkəzləri və onların xüsusiyyətləri. Fəaliyyət mərkəzi deyəndə söhbət nədən gedəcək? Güşələrdən. Uşaq hüquqları, hüquq və vəzifələr haqqında artıq yetəri qədər məlumatlıyıq. İstər uşaqların, istər müəllimlərin, istərsə də valideynlərin. Gigiyena qaydaları, ilkin yardım. Gigiyena qaydaları ayrıca mövzu kimi keçirilib. Eyni zamanda ilkin yardım, tərbiyəçi hansı nüansda nə etməlidir? Bunlar haqqında da artıq məlumatımız var. Sonra xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin olunması, mühitlər mövzusu. Təkcə burada xarici, daxili verilibsə, bununla təbii ki, kifayətlənmirik. Bizdə mühitlərdə, bilirsiniz, dəstəkləyici təlim mühiti var, öyrədici təlim mühiti var, ondan sonra inkişaf etdirici təlim mühiti var, hər birinin özünə məxsus xüsusiyyətləri var. Dəstəkləyici təlim mühitinin xüsusiyyətləri, öyrədici təlim mühitinin deməli, komponentləri var, əşyavi, informasiya, sosial, inkişaf etdirici təhsil mühitinin növləri, daxili, xarici, eyni zamanda funksiyaları, fəallığın stimullaşdırılması, informasiya, inkişaf, tərbiyəvi, təşkilati, psixoloji sağlamlığın qorunması, eyni zamanda komponentləri, fiziki, zaman, sosial. Bunlar haqqında da məlumatımız var. İnklüziv təhsil olmazsa olmaz. Təbii ki, yəni biz bilirik ki, inklüziv təhsilsiz heç vaxt çərçivə mümkün deyil. İnklüziv təhsil nədir? Onun xüsusiyyətləri nələrdir, əhəmiyyəti nədir, komponenti nədir, uğurlu inteqrasiyası nədir, hansı prinsiplər üzərində qurulur, növləri hansılardır, təhsilin növləri hansılardır. Bunlar haqqında artıq məlumatlıyıq.
Bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi. Təbii ki, uşaq yönümlü didaktik prinsipdən bəhs edir. Bəlkə deyərsiniz ki, müəllimə, burada didaktik və pedaqoji prinsiplərin adları yoxdur. Elə budur. Elə budur ki, uşaq yönümlü yanaşma, diferensial yanaşma, səriştənin özü burada özünü göstərir ki, biz uşağı dəstəkləmək üçün hansı səriştələrdən istifadə etməliyik, hansı metod və vasitələrdən istifadə etməliyik. Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi. Biz iş belə deyək də, müxtəlif, yəni bircə dəqiqə özür hesab edin. Müxtəlif mədəniyyətli uşaqlar deyəndə mədəniyyətə qarşı həssas olmaq, valideynlərlə iş formasında bu haqda danışmışıq. Mədəni müxtəlifliyə hörmət səriştəsindən bəhs etmişik. Gender bərabərliyi nədir? Oğlan uşaqları və qız uşaqları arasında fərq qoymamaq, onlar arasında gender bərabərliyini qorumaq haqqında artıq məlumatlarımız var. Eyni zamanda tərbiyəçi müəllimin hüquq vəzifələri. Əvvəl yalnız uşaqların hüquqları verilmişdi və tərbiyəçi müəllimlərin hüquq və vəzifələri haqqında da hər tərəfli geniş şəkildə məlumatlarımız var. Biz həmişə deyirik ki, uşaqların hüquqları var, ancaq vəzifələri yoxdur. Bu da çərçivə sənədində özünü göstərir ki, əlbəttə ki, uşaqların hüquqları var, amma vəzifələri yoxdur. Bəzən sual olunur ki, müəllimə, bəs biz oxumuşuq ki, uşağın hüququ, təbii ki, bu vəzifəsi, təbii ki, bu məktəb uşaqlarına aiddir. Həmişə dediyim sözdür ki, uşağın hüququ var, vəzifəsi yoxdur. Əgər varsa da vəzifəsi, təbii ki, burada qeyd olunardı. Amma tərbiyəçi müəllimin hüquq və vəzifəsi sözü var, valideynin hüquq və vəzifəsi yoxdursa, bilməliyik ki, təbii ki, bundan düşəcək. Çünki müəllimin hüquq vəzifəsi, valideynin hüquq vəzifəsi və uşaqların hüquqları əsas mövzularımızdandır. Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları bu mövzu haqqında məlumatımız var. Uşaq, valideyn, valideyn müəllim. Yəni uşaq deyəndə uşaqla uşaq arasında, uşaq böyük deyəndə uşaqla müəllim və uşaqla valideyn arasında, böyük deyəndə valideynlə müəllim arasındakı əməkdaşlıqdan gedir söhbət. Konfliktlərin həlli haqqında məlumatlıyıq, yəni hər tərəfli. Konflikt zamanı hansı metodlardan istifadə edilməlidir, necə olmalıdır, hansı üsullardan istifadə olunmalıdır, bunlar haqqında məlumatlıyıq. Valideynlərlə iş formasının kateqoriyaları haqqında məlumatlıyıq. Fərqli ailə quruluşları, mədəniyyətə qarşı həssas olmaq, davamlı ünsiyyət, yazılı hesabat, konfidensiallıq, dinləyin və eşidin kateqoriyası, düzgün informasiya paylaşın, düzünü demək birbaşa informasiya paylaşmaq, müsbət informasiyaların ötürülməsi, bunların hamısı valideynlərlə əməkdaşlıqda məqsədimiz nədir? Bu sualların hamısı bax bu mövzuda öz əksini tapır. Burada pedaqoji, etika və əməkdaşlıq hissəsini danışdıq. Burada təhlükəsizlikdən danışdıq. Bayaq qeyd etməyi unutdum. İndi özünün inkişaf haqqında danışaq. Metodik işin məzmunu, yəni planlaşdırılması, təşkilini, forma və metodları. Təbii ki, burada söhbət nədən gedəcək? Məktəbə qədər təhsilin məzmun, məqsəd, vəzifəsi. Planlaşdırma, illik, həftəlik əvvəl qeyd etdiyimiz kimi planlaşdırmadır. Eyni zamanda forma, metodlar, söhbət iş formalarından və iş üsullarından gedir. Özünə təhlilin və stressə davamlılığın xüsusiyyətləri, bizə bir növ inklüziv təhsili xatırladır ki, yəni biz eyni zamanda həmin iş formasından, iş üsullarından istifadə edərkən və yaxud da uşaqlarda bərabər imkanları yaradarkən hansı streslərə qarşı dözümlü olmalıyıq, eyni zamanda özümüzü təhlil etməyi bacarmalıyıq. Yəni, söhbət burada bundan gedir. Belə müəllimələr, başqa fərqli burada müxtəlif mənbələr var. Yəni, bu mənbələr də artıq bizim keçdiyimiz, PDF-ləşdirdiğimiz mövzulardan bəhs edir. Gördüyünüz kimi, yəni elə bir mövzu olmadı ki, biz deyək ki, məsələn, bunun adını biz eşitməmişik, görəsən necə mövzudur. Hətta çərçivə çıxmamışdan əvvəl bir neçə mövzu ilə mənə müraciət edirdi müəllimələr ki, nə bilim, taksonomiyadır və yaxud da müxtəlif, belə deyək, pedaqoji nəzəriyyələrdir. Müəllimələr deyirlər ki, bunlardan da düşəcək. Həmişə deyirdim ki, müəllimələr öz mövzularınıza köklənin, yəni çərçivədə bugünə kimi olan mövzulara köklənin, bundan sonra əlavələrə baxarıq. Hələ ki, əlavələrə vaxt ayırmayın. Dediyim kimi də müəllimələr, yəni gördünüz, baxın, çərçivədə elə də bilirdik ki, çərçivədə əlavə olmayacaq. Çünki istər bunun taksonomiyası olsun, istər digər sizin dediyiniz ki, müəllimə deyirlər, düşmə ehtimalı var dediyiniz mövzuların hamısı bağça deyil də məktəb müəllimlərinə aiddir. Keçdiyimiz mövzulara köklənin, keçdiyimiz mövzular üzərində işləyin. Allah əziyyətinizi itirməsin. İnşallah xeyirli, uğurlu olsun. Allah zehin açıqlığı versin. Bol-bol şans arzu edirəm hər birinizə. Hələlik müəllimələr, sağ olun.